Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. TikToker Nərminin qızı canlı yayım zamanı səsləndirdiyi sözlərlə izləyiciləri kövrəldib. O, kaş atamın əli ayağı olardı deyərək duyğusal anlar yaşayıb. Bu ifadə canlı yayım izləyənlərin diqqətini çəkib. Həmin görüntüləri təqdim edirik. Başım biraz qarışıqdır. Çox sağ olun. Şu eləmə Minnur, eləmə əlindən düşər yerə. Şu. Ümid sən indi arxada dayan, bacı götürsün. Olar elə ömrü. Mama əl vurma ağlayacaq, mama. Kopur. Sən qopart. Özüme de al. Asıl yirsən mamalı. Hə, şu indi yeyə bilərik. İndi özü pozdusa bunu indi yeyə bilərik. Ama bu üstten götürür de Ana. Yaxşı eləmirəm. Kaç olmaz. Bakalım. Necədir? Çox qəşəngdir axı qızlar. Baxın. Bulvarda 9 manatdır. Valla biz burada 1 manat aldıq. Orada bilmirəm neçəyədir bulvarda. Orada bahadır, burada olur. Hə, demək istəyirəm 9 bahadır da. Sən sifariş ver. Görsən ömrüm, sən heç kimə ehtiyacın yoxdur. Artıq öz boyun o sensora əl verir. Bayaq bir qızın, bir uşaq balacaydı, bundan ümid boydaydı. Atası yuxarı qaldırdı, ağladı ki, kaş mənim atamın da əlləri, ayaqları olardı, mənim qucağında qaldırardı. Uje maşallah öz boyu uje o sensora çatır. Elə düşünürdü ki, onun boyu çatmayacaq ora. Mama hazırda pulu koy vermem koyuyorum. Ne? Koydum. Al sen. İkimiz. Öldüm mən o sözə, hə, Qurana and olsun. Hələ onun ağı gözünün yaşın dolub gəlib mənim qarnımı qucaqlamağını görərdin onun. Ay gözlü sen. Allah heç bir balaya göstərməsin. Bir de bunu tut. Ay. Atə vurdum başına. Zaten yazarsın. Yo, gözdə də, hə, tez at pulu. Tez. Oy. Su aldı. Su minəşqaba 3, 2, 1. Yox, Novxanın dairəsinə çatmamış. Hə, düz dedim. Novxanın dairəsinə çatmamış. Çox həssas uşaqdır. Minnur bu ayın 31-i, hə? Bu ayın 31-i 7 yaş tamam olur. Nə bürsüdür şir? 3 gün qalıb. Bax gələnlər gəlsin İsmailludadır. Fikir ver. Sən ad gün eləyirsən bu boyundan. Ad gün eləyirsən sən özünə. 3 gün qalıb, çox qalıb. Asfırcan. 3 gün qalıb. Sən nəlisin sifariş verdin? Mən birisi pəmbə, birisi ağ, birisi pəmbə. İndi deyəcək yeni aldı, yanda. Əlləri şiriyələt. Mama nə olar, burada yedizdir. Da nahaq aldın. Ver o yesin, tez şeyləsin ki, əllərini yuya biləyim. Ha, burada maşında saxlaya bilməyəcəm ha, yolda. Sağ olun. Çox sağ olun. Necəsiz? Sağ olun. Bəli, esiyə parfüm, çox sağ olun. Mən piyano çalmaq istəyirdim. Piyano çay yaxşıda girərsən, içəri çalarsın. Gəl. Qız atasına oxşuyur, çox sağ ol. Necə oxuyur Minnur? Super. 1-ci sinifdə oxuyur. 2-ci sinifə girir. İstəyirsiniz. Mən anlatacağım xəbəriniz varsa. Necə dilli şeysən sən, maşallah. Mən nənəmlə Gəl, hazır. Yox, hazır deyil. Yox, elə bizim qaldırdı, verir. Özdə bax, ortası gül oldu, yeminir. Sən də istəyirsən də. Yox, sağ ol. Gəl içərdə. Bunlar necə düzəldir də hər içərdə. Mən özüm rəsmən düzəldərdim aparatıyla. Əslində bunun yekə qazanı olur. Fırlanır, əlində çubuğu tutursan, özü fırlana doluyur. Ayda, Minoş, sən ki məhv oldu, düşdü. Düşdü ye. Niyə belə oldu ki? Yorulub Minoş. Yoruldu da Minoş. Bunu necə götürəcək? Qəşəng götürəcək. Yo, niyə ki elə bunu götürün də verin. Hə, əridi. Ama sen bunu da ye, indi birinde tutarlar. Yok yemem istemiyorum.
Geri içəri. Всё, başqasını istəmirsən? Yox, всё, çox sağ olun. Əziyyət verməyin. Nə olacaq ki, böyrü biraz əzildi. Mənim ağıllı balam. Ay Allah, şükür sənə. Bu ay bacı necə yola gətirdim onu. Əzildi də, onun çubuğu kardonda axı. Всё aşkım, ye.